Gəncədə Elgünün hündürlükdən yıxılaraq ölməsi müəyyən edilib. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatını diqqətinizə çatdırıram. Mayın 13-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhərində xəstəxanada ölməsi faktı ilə bağlı istintaq və əməliyyat tədbirləri həyata keçirilir. Müəyyən edilib ki, Elgünə hər hansı xəsarət yetirilməyib, heç bir zoraki hərəkətlərə yol verilməyib. Mayın 12-də o, hazırlıq kursundan çıxdıqdan sonra mobil telefonunu sataraq borcunu qaytarıb. Bundan sonra Naxış adlı çay evində tanışları ilə spirtli içki qəbul edib. Abbas Səhhət adına şəhər xəstəxanasının qarşısına qədər gələrək orada tanışlarından ayrılıb. Həmin vaxt onun üzərində xəsarət izləri olmayıb. Daha sonra mütəmadi vaxt keçirdiyi Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək gedib, 5-ci mərtəbədə məhəccərsiz eyvana çıxaraq biraz orada oturub və bir neçə siqaret çəkdikdən sonra oradan yıxılaraq çox saylı xəsarətlər alıb. Ərazidə olan gözətçi tərəfindən aşkar edilib və xəstəxanaya təxliyə edilib. Xəstəxanada vəfat edib. Bir daha qeyd olunur ki, belə hallarda yalnız rəsmi məlumatlara istinad edilməli, məsuliyyətli və qanuna uyğun davranılmalıdır.